Faktiki olaraq Naxçıvanın muxtariyyəti ləğv edilir. 20 iyun tarixli və gündəm xəbərinin efirində bu xəbəri diqqətinizə çatdırırıq. Belə ki, faktiki olaraq Naxçıvanın muxtariyyəti ləğv edilir. Siyasətçi Natiq Cəfərli Naxçıvan Muxtar Respublikasının konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında qanun layihəsinə sosial şəbəkədə münasibət bildirərkən bu sözləri bildirib. O yazıb, düşünürəm ki, bu doğru qərardır. Çox güman addım-addım bu yolla gedilir. Son mərhələdə isə ölkə üzrə referendumla bir çox məsələlər, o cümlədən Naxçıvanın muxtariyyət məsələsi də öz həllini tapmalıdır. Artıq layihə Milli Məclisdədir və Milli Məclis Konstitusiya qanunu təsdiqləsə, Ali Məclisin Naxçıvan Muxtar Respublikasının konstitusiyasına etdiyi dəyişikliklər qüvvəyə minəcək və xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının konstitusiyasında dəyişiklik edilməsi haqqında qanun layihəsi bu ilin fevralın 20-sində və mayın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində səsə qoyularaq qəbul edilib.